Baxın, bax orada həm də Afaq Bəşir qızı vardı. Afaq Bəşir qızının xahişi o oldu ki, aktyorların maaşı azdır. Elə bil ki, Afaq Bəşir qızı el üçün istədi. Siz Mən də ev üçün istədim. Hə? elə oldu biraz. Siz bunu mənə irad kimi Yox, edirsiniz. sadəcə olaraq başqa bir şey istəmək ağlınızdan keçmişdi. Yox. Çünki orada məndən böyük aktyorlar var idi. Məndən böyük ictimai xadimlər var idi. Məndən böyük həm onların, necə deyim sizə, o həyatda olan o praktikasını nəzərdə tuturam, təcrübəsini nəzərdə tuturam. Bu, onların adlarını nəzərdə tuturam. Yəni, istəsəklər, onlar danışarlar. Mən danışacağım, deyəcəklər ki, bu da... Bilirsiniz, vəziyyət necədir? Mən orada nə desəydə, onsuz da gedib mənə pis vəziyyətə çıxardacaqlar. Babam üçün istəmişəm də. O vaxt Məmməd Nazirli eləməyib, o birisi eləməyib, bu birisi eləməyib, mən istədim. Bəs necə eləyim? Elə belə adam üçün istəməmişəm ki. Azərbaycan Respublikası xalq artisti, dövlət mükafatı laureatı, professor, pedaqoq, bir çox